Şuşanın səsi. El azattır, dil azaddır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşışam, bir də bir qərinə cavanlaşırsan. Azərbaycan ədəbiyyatının inkişafında və zənginləşməsində Şuşa ədəbi mühitinin misilsiz rolu olub. Bu zəngin mədəniyyət beşiyi xeyli sayda şair, musiqiçi və tarixçi yetirib. Bu sənət duhaları gələcək nəsillərə öz dəyərli əsərlərini yadigar qoyublar. Azərbaycanda kitab çapının bünövrəsini qoyan Mirmövsüm Nəvvab Qarabaği də belə şəxsiyyətlərdəndir. Əlbəttə, bu onun xalqı qarşısında xidmətlərindən yalnız biridir. Görkəmli tarixçi, alim, agronom, şair, rəssam, xəttat və musiqişünas Mirmövsüm Nəvvab Qarabağinin digər məziyyətləri haqqında Şuşanın səsi verilişinin növbəti buraxılışında. Sözü siyasi illər doktoru, professor, Qarabağ İrsinin Araşdırılması Mərkəzinin rəhbəri Elçin Əhmədova verirəm. Buyurun Elçin müəllim. Xoş gördük Aybəniz xanım. Təşəkkür edirəm. Biz Şuşanın səsi verilişini davam elətdirərək Qarabağın döyünən ürəyi olan Şuşanın tarix və mədəniyyətinin öyrənilməsi ilə bərabər xalqımızın ədəbi, mədəni, elmi və ictimai fikir səlnaməsinə əlamətdar səhifələr yazmış və bu qədim Azərbaycan şəhərinə şöhrət qazandıran, əslən Azərbaycanın bu dilbər güşəsindən olub, yəni Şuşada doğulub, böyümüş, sonradan Qarabağın, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətlər göstərmiş, amma təkcə Azərbaycanı yox, həmçinin bütün Türk dünyasının, o cümlədən İslam aləminin, hətta dünya sivilizasiyasının inkişafına öz töhfələrini vermiş şəxslər haqqında artıq bir neçə verilişdir ki, söhbətlər aparırıq. Bugünkü verilişimiz isə 19-cu əsrin Azərbaycana bəxş elədiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri olan dahi ensiklopedist alim Mirmövsüm Nəvvab Qarabaği haqqındadır. Göz yaşım ümmana dönmüş hicr-i ruyi yarıda, seyri qılmaq xahiş etsəm mövc rəvan dəryaya bax. Aşıqi sadiq olan vəsl istəsə candan keçər, küştəkani eşqdən məmnu olan səhraya bax. Həsrəti ruyinlə canın tapşırıb Nəvvab-ı zar, eşq sevdasında bir su. Голос Şuşi. Azərbaycanın dünya mədəniyyəti tarixinə bəxş etdiyi 19-cu əsr Qarabağ mühitinin Şuşanın yetirməsi olan belə görkəmli ədəbi simalardan biri qeyd etdiyimiz kimi istedadlı şair, rəssam, musiqişünas, eyni zamanda müxtəlif elm sahələrinə dərindən bələd olan ensiklopedist zəka sahibi Mirmövsüm Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olmuş, orada yaşayıb yaratmışdır. Və Nəvvab ilk təhsilini Şuşanın ruhani məktəbində almış, ərəb və fars, eyni zamanda türk dillərini mükəmməl öyrənmiş, sonralar isə rus dilini də mənimsəmişdir. Musiqi elmində məharəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təğənnini haram sayan bir şəxs, elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb öz kitabxanasında saxlasa, caizdir ya yox?
Vestin hiyalı gönlüm eden xeyli İttihay Her neyse yodlaşıp yanaram Suudi eşkindeyim Sensiz mənə nə lazım olub dibə və devam تستمعون إلى صوت الشوشة. لا يزال صوت الشوشة مستمرا. Nəvvab Şuşada Molla Abbas Sarıcəlinin mədrəsəsində oxumuş, riyaziyyat, astronomiya, kimya və digər elmlərə yiyələnmişdir. Sonralar Nəvvab təhsilini sərbəst davam elətdirmiş, biliyini daim artırmış, həmin dövrün tanınmış ziyalılarından biri olmuşdur. Çoxşaxəli yaradıcılığa malik Mir Mövsüm Nəvvab bir çox sahələrdə ədəbiyyat, musiqi, rəssamlıq, xəttatlıq, nəqqaşlıq və başqalarından dərin iz qoyub getmişdir. Onun araşdırmaları və fikir mülahizələri 20-dən artıq əsərlərdə öz əksini tapmışdır. Onun müəllifi olduğu müxtəlif məzmunlu əsərlər öz dövrünü qabartmaqla yanaşı xalqımızın inkişafına təkan vermiş, ümumbəşəri əhəmiyyət kəsb etməklə bərabər milli şuurun inkişafına xidmət göstərmişdir. Qeyd etməliyik ki, Mir Mövsüm Nəvvabın incəsənətin müxtəlif sahələrində dərin iz qoymuş bədii irsi Azərbaycan təsviri və söz sənəti tarixinin unudulmaz səhifələrindən təşkil edir. Onun monumental rəssamlıq sahəsində işləri özünə məxsus üslubda diqqəti daha çox cəlb edir və bu baxımdan o həmin dövrün görkəmli mədəniyyət xadimi kimi də dəyərləndirilə bilər. Eyni zamanda Mir Mövsüm Nəvvabın elm və təhsil sahəsindəki fəaliyyəti də çoxşaxəli yaradıcılığın mühüm tərkib hissələrindədir. Araşdırmaları, müxtəlif elm sahələrinə dair əsərlərində irəli sürülən bir çox fikir və mülahizələri onu 19-cu əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndələrindən biri kimi səciyyələndirməyə əsas verir. Mir Mövsüm Nəvvab haqqında fikirlər. Mir Mövsüm Nəvvab pedaqoji fəaliyyətlə də məşğul olmuş, xalqının maariflənməsi, gənc nəslin sağlam məfkurəyə malik olması, həyatda düzgün mövqe tutması üçün var qüvvəsi ilə çalışmışdır. Mehri Məmmədova, filologiya üzrə fəlsəfə doktoru. Qeyd etdiyimiz kimi, onun maarifçilik hərəkatının görkəmli nümayəndələrindən biri kimi səciyyələndirməyə əsas verən amil ondan ibarətdir ki, gələcək nəsillərə ünvanladığı nəsihətnamə kitabında bu görkəmli xadim yazırdı. Bilikli ol, qoy xalq sənin biliyindən faydalansın. Xeyir götürsün. Biliksiz olsan, özgəsinin biliyinə möhtac olarsan. Mir Mövsüm Nəvvabın nəsihətləri. 4 kiçik şeyi böyük sanmaq. Borc almaq, od, xəstəlik və pis əməl. Həmişə malı özünə və abrına hasar et. Abrını mala hasar etmə. В эфире «Голос Шуши». لا يزال صوت الشوشة مستمرا. Nəvvabın Şuşa şəhərinin mədəni inkişafında da böyük rol olmuşdur. Fiziki və mənəvi gücünü, var dövlətini əsirgəmədən gənc nəslin hərtərəfli inkişafına xidmət göstərən bu fenomenal şəxsiyyət yeni üsullu məktəblərin, ədəbi bədii məclislərin yaradılmasında, kitab sənətinin inkişafında çox müstəsna rol oynamışdır. Mir Mövsüm Nəvvabın yaradıcılığının digər sahələri kimi, bədii yaradıcılığı da olduqca rəngarəng və zəngindir. O, klassik şeirin demək olar ki, bütün janrlarında qələmini sınamışdır. Əli Məmməd Bağıroğlu, filologiya üzrə fəlsəfə doktoru. Simuyzər xanım Ağayeva, Mir Mövsüm Nəvvabın nəvəsi. 1991-ci ildə Mədəniyyət Nazirliyinin göstərişi ilə Nəvvabın Şuşada yaşadığı binada orada ev muzey düzəlmək qərarı çıxartmışdılar. Xeyli də eksponat
toplamışdılar. Mən özüm də çox material vermişdim ona. Ancaq bu elə vaxta gəldi çatdı ki, 1-2 ay sonra başladı bu intişar. Ona görə o materiallar da hamısı götürüb gəldilər Bakıya. Əşyalar da ki, əlbəttə qaldı orada. Əmanəti heç bir üzrə qəbul etmə. Çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan. Əziz ömrünü var dövlət yığmağa sərf etmə. Zəhməti sənə qalar, ləzzətini özgə aparar. You are listening to Shusha's Voice. Əlbəttə ki, biz Nəvvab haqqında danışarkən ilk növbədə onun Şuşa mühitində böyüdüyü və onun gözünün qarşısında Şuşada baş verən hadisələri təsvir eləməsi və xüsusilə də ermənilərin həmin dövrdə 1905-6-cı illərdən söhbət gedir. Azərbaycanlılara qarşı törətdiyi o qırğınlar haqqında da yazdığı kitab çox mühüm əhəmiyyət kəsb edir. Yəni son dərəcə vətənpərvər ziyalı olan Mir Mövsüm Nəvvabın 1905-1906-cı illərdə erməni-müsəlman davası əsərində Azərbaycanın əzəli torpaqlarına köçürülmüş ermənilərin qonşu xalqlara məxsus ərazilər hesabına öz dövlətini yaratmaq planları, bu yolda istənilən addımlara, o cümlədən terror, soyqırımlara əl atmasına hazır olmaları, həmçinin onların, yəni söhbət ermənilərdən gedir, havadarlarının yardımı ilə həmin illərdə, yəni 20-ci əsrin əvvəllərindən söhbət gedir, 1905-6-cı illərdə Şuşada Azərbaycanlıların soyqırımını təşkil etmək cəhdləri və bu mənfi niyyətin milli burjuaziya, tərəqqipərvər ziyalılar, özünü müdafiə dəstələri, qəhrəman və cəsur döyüşçülərin səyi nəticəsində dəf edilməsi tam gerçəkliyi ilə öz əksini tapır. Söhbət həmin dövrdə yaradılmış, Şuşada da bir komitəsi olmuş difai təşkilatından gedir. В эфире «Голос Шуши». Qeyd etməliyik ki, müəllif əsərdə şahidi olduğu hadisələri təsvir etməklə kifayətlənmir. Həm də yaşadığı dövrə öz vətəndaş mövqeyində bildirir. Yəni döyüşlərin Azərbaycanlıların qələbəsi ilə bitməsinə baxmayaraq, həmin dövrdə Nəvvab bir vətənpərvər el ağsaqqalı və uzaq görən ziyalı kimi düşmənlə sülh bağlasan da barışığa etibar edib xatircam olma. Çünki fürsət düşən kimi düşmənliyini edəcəklər. Nə qədər də uzaq görən bir söz idi ki, biz onu sonra 20-ci əsrin sonunda da gördük ki, doğrudan da ermənilər hər dəfə sülh bağlayıb, sonra Azərbaycanlara qarşı söhbət 20-ci əsrin 90-cı illərindən gedir. Nə qədər də 5-6-cı illərlə 90-cı illər dövr fərqi olsa da, amma ermənilərin həyata keçirdiyi Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, dövlət terroru siyasətinin forması və üsulları eyni olmuşdur. Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zaten alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmuyub, onu özünə peşə edənlərdən. Böyüklük özünü rahat edib baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir. تستمعون إلى صوت شوشة. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi Mir Mövsüm Nəvvabın həyat və yaradıcılığına baxış onu dövrün görkəmli şəxsiyyətlərindən biri kimi qiymətləndirməyə əsas verir. Yəni tədqiqatçılar Mir Mövsüm Nəvvabı Azərbaycanın sonuncu ensiklopedist alimlərindən biri hesab edir və bunu Nəvvabın tarix, astronomiya, fəlsəfə, etika, ədəbiyyatşünaslıq və musiqişünaslıq sahəsində yazdığı dərin və məzmunlu əsərləri, yaratdığı rəssamlıq lövhələrinin unikallığı ilə təsdiq edirlər. Bu baxımdan biz Nəvvabın əsərlərinin adını çəkərkən bir qədər əvvəl qeyd etdiyimiz 1905-6-cı illərdə Erməni-Müsəlman Savaşına kitabından başqa Vüzhul Əqam risaləsi, Təzkirə-i Nəvvab, Nəsihətnamə, Kəşful Həqiqi Məsnəvi, Kifayətul Ətfal, Nurul Əhval və digərlərini göstərmək olar. Təbii ki, biz Nəvvab haqqında verilişimizdə
onun yaradıcılığı çoxşaxəli olduğu üçün onun həm Məclis-i Fəramuşan və Musiqiçilər Məclisi haqqında ayrıca danışmalıyıq. Eyni zamanda onun bayaq adını çəkdiyimiz Təzkirə-i Nəvvab əsərindən ayrıca danışmalıyıq. Çünki o əsərdə yaşadığı dövrdə Şuşada onunla bərabər onun dövründə yaşayıb yaratmış 100-ə qədər şair haqqında kifayət qədər məlumatlar vardır. Və bu baxımdan verilişlərimizin sistemli olması üçün gələcək verilişlərimizdə Mir Möhsün Nəvvab haqqında digər söhbətlərimizi də davam etdirəcəyik. Verilişin müəllifi Professor Elçin Əhmədov, rejissoru Ülviyə Zamanlı, redaktor Aybəniz Məmmədəliyevadır.